Salam, hər vaxtınız xeyir dəyərli izləyicilər. Kanalımıza xoş gəldiniz. Bugünkü mövzumuz funksiyalar mövzusunun ikinci bölməsi olan kvadratik funksiyadır. Mövzuya keçmədən qabaq onu deyim ki, artıq bir neçə ildir kvadratik funksiyadan daha çox buraxılışa və blok imtahanına suallar düşür. Ona görə də çalışın bu mövzunu daha diqqətlə öyrənin, daha yaxşı mənimsəyin. Çünki bu ildə bu mövzudan sual düşmə ehtimalı daha çoxdur. Gəlin keçək mövzumuza. Kvadratik funksiya. Kvadratik funksiya ümumi şəkildə ax kvadrat üstəgəl bx üstəgəl c şəklində yazılır. Y bərabər ax kvadrat üstəgəl bx üstəgəl c şəklində yazılır. Burada a, b və c kvadratik funksiyanın əmsalları adlanır. Yadda saxlayın ki, a sıfırdan fərqli olmalıdır. Necə ki, xətti funksiyada biz demişdik, x-in əmsalı sıfırdan fərqli olmalıdır. Çünki x-in əmsalı sıfırdan fərqli olsa, x gedir. Burada da elə. Kvadratik funksiyada x kvadratın əmsalı sıfırdan fərqli olmalıdır. Çünki x kvadratın əmsalı sıfır olsa, baxın bu isə gedir sıfıra, geriyə qalır bx üstəgəl c2, bu da kvadratik funksiya deyil. Bu adlanır xətti funksiya. Ona görə də kvadratik funksiyada x kvadratın əmsalı sıfırdan fərqlidir. Və əmsallar hər hansı bir həqiqi ədəddir. Bunları yadda saxlayırsınız. Sonra birinci qayda. Keçək bunların xassələrinə. Birinci xassəmiz ondan ibarətdir ki, kvadratik funksiyanın qrafiki parabola adlanır. Parabola. Bunu yadda saxlayırsınız. Birazdan göstərəcəm necə olur. İkinci. A, B və C-nin işarələri. Aha. Yəni, qrafikə baxanda A-nın işarəsi, B-nin işarəsi və C-nin işarəsinin tapılması. Gəlin bir qrafik çəkək. Həmin qrafikdə A, B və C-nin işarələrinə baxaq. Tutaq ki, qrafik belə verilir. Məsələn, belə verilib qrafik. Birini də çəkək. Aha, və ya belə verilib. Baxın, bu funksiya adlanır parabola. Birinci xassəmiz nə idi? Funksiyanın qrafiki, kvadratik funksiyanın qrafiki. Paraboladır. Baxın, bu parabola adlanır. Parabolanın qolları yuxarı da ola bilər, aşağı da ola bilər. Keçək işarələrə. Əgər parabolanın qolları yuxarıdırsa, A müsbətdir. Aşağıdırsa, A mənfidir. Yəni, A-nın işarəsi sırf qollardan asılıdır. Başqa heç nəyə baxmırsınız. 2. B-nin işarəsi. B-nin işarəsini tapanda Y oxunu harda kəsirsə ora baxırsınız. Y oxunu kəsdiyi nöqtələrə. Əgər soldan sağa doğru gələndə Y oxunu kəsdiyi nöqtəni keçəndə qrafik aşağı düşsə, o zaman B mənfidir. Yuxarı qalxsa B müsbətdir. Məsələn, birincidə fikir verin, aşağı doğru gedir. İkinci halda isə Y oxunu kəsdiyi nöqtədə yuxarı qalxır. Deməli, birinci halda B mənfidir, aşağı düşdüyü üçün. İkinci halda isə B müsbətdir. Aha, B-nin işarəsini də öyrəndik. İndi baxaq C-yə. C nədir? C sərbəst səddir. Sərbəst sədd funksiyada həmişə Y oxunu harda kəsirsə, ora sərbəst sədd olur. Yəni, baxın, bu nöqtə elə C-dir. Hər ikisində kəsdiyi nöqtə C adlanır. C əgər Y oxundan mərkəzdən aşağıda olarsa mənfi olur, yuxarıda olarsa müsbət olur. Yəni, birinci halda C mənfidir, ikinci halda isə C müsbətdir. Baxın belə. Bir də deyirəm, əgər parabolanın qolları yuxarı olarsa A müsbət olur, aşağı olarsa mənfi olur. Bu A-nın işarəsi.
Parabolanın, yəni qrafikin y oxunu kəsdiyi nöqtədə soldan sağa doğru keçəndə yuxarı qalxarsa B müsbət olur, aşağı düşərsə B mənfi olur. Bu ikinci xassəmiz. Növbəti xassə də C-yə aiddir. Y oxunu mərkəzdən yuxarıda kəsərsə C olur müsbət, mərkəzdən aşağıda kəsərsə C mənfi. Və C Y oxunu harda kəsirsə ona bərabərdir. Y oxunu mənfi 5-də kəssə, deməli C mənfi 5-dir, müsbət 5-də kəssə müsbət 5-dir. Bu da bizim ikinci xassəmiz oldu. Növbəti xassə, üçüncü xassəmiz təpə nöqtələrlə bağlı xassədir. Bir qrafik çəkək. Tutaq ki, funksiyanın qrafiki belə verilib. Bax, fikir verin, bu nöqtəyə biz parabolanın təpə nöqtəsi deyirik. Bura təpə nöqtənin x koordinatı adlanır. Bu isə y adlanır. Deməli, burada hansı düsturlar var? x0 və y0-ın düsturları var. x0-ı tapmaq üçün mənfi b-ni bölürük 2a-ya. y0-ı tapmaq üçün mənfi diskriminant bölünür 4a-ya. Mənfi diskriminant böl 4a. Və ya diskriminantı açsaq 4ac çıx b kvadrat böl 4a alınır. Baxın belə. Bu iki düsturda yadda saxlayırsınız. Nə zaman ki funksiyanın qrafiki təpə nöqtələrlə verilib, o zaman bu düsturlardan istifadə oluna bilər. Və ya sizdən təpə nöqtəsinin x-ini, təpə nöqtəsinin y-ini soruşsa, bu düsturlardan istifadə edə bilərsiniz. Keçək növbəti qaydaya. 4. Kvadratik funksiyanın təyin oblastı. Birinci ümumi şəkildə yazılışını yazaq. Y bərabər ax kvadrat üstəgəl bx üstəgəl c. Bizdən təyin oblastını soruşsa, yazırıq mənfi sonsuzluqdan müsbət sonsuzluğa. Birinci mövzu izahında demişdim ki, təyin oblastı x-in ala biləcəyi qiymətlərdir. Fikir verin, burada x-in ala bilməyəcəyi bir qiymət yoxdur. Çünki funksiyada kök yoxdur ki, mənfi olmasın. Sonra məxrəc yoxdur ki, x0 olmasın. Yəni, bütün qiymətləri ala bilər. Təyin oblastı mənfi sonsuzluqdan müsbət sonsuzluğa. Keçək 5-ə. 5-ci xassəyə. 5-ci xassədə qiymətlər çoxluğunu deyəcəm sizə. Qiymətlər çoxluğu A-nın işarəsindən asılı olaraq dəyişir. A sıfırdan böyük olanda qiymətlər çoxluğu fərqli olur. A sıfırdan kiçik olanda fərqli. Düstur kimi yazacağım, qayda kimi yazacağım, sonra izah edəcəm onu. A sıfırdan böyük olanda qiymətlər çoxluğu olur y sıfırdan müsbət sonsuzluğa. A sıfırdan kiçik olanda mənfi sonsuzluqdan y sıfıra. Çalışın bunu belə qayda kimi yadda saxlamayın. Bunun mənasını başa düşün. Y sıfırdan müsbət sonsuzluğa. Bu hardan gəldi? Gəlin buna baxaq. Yuxarıda qrafik çəkmişdim. Elə ona baxaq. Fikir verin bu qrafikə. Biz demişdik ki, təpə nöqtəsinin koordinatları x0 ilə y0 adlanır. Qiymətlər çoxluğu deyəndə biz y-ə baxırıq. Təyin oblastı deyəndə isə x-a baxırıq. İndi x bizə lazım deyil. Baxırıq y-ə. Fikir verin. Birinci halda deyir ki, a sıfırdan böyükdür. A sıfırdan böyükdürsə, deməli, parabolanın qolları yuxarıdır. Yəni, buradakı şəkil necədir? Həmin o formada. Qollar yuxarıdır. Fikir verin. Bu hissə y-in ən kiçik qiymətini göstərir. Sonra y yavaş-yavaş fikir verin yuxarı qalxır, yəni artır. Deməli, qiymətlər çoxluğu deyirsə, biz baxmalıyıq a-ya. A müsbətdirsə, bu artan funksiyadır. Arta-arta getməlidir.
Ən kiçik qiyməti nədir? Ən kiçik qiyməti də y0-dır. Yəni təpə nöqtəsinin y-idir. Ona görə də təpə nöqtəsinin y-ni tapırıq. Bu olur ən kiçik qiyməti və həmin nöqtədən başlayır bu yuxarıya doğru getməyə. Başqa bir şey də yaza bilərik bura. A sıfırdan böyük olarsa, onda bu kvadratik funksiyanın ən kiçik qiyməti var. Ən kiçik qiymət var. Ən kiçik qiymət də y0-dır. Yəni, mənfi diskriminant böl 4-a. Bax belə. Yəni, qiymətlər çoxluğunu tap deyirsə, kvadratik funksiyada. Birinci baxırsınız A-ya. A müsbətdirsə, onun ən kiçik qiymətini tapırsınız. Yəni, y0-ı bu düsturla mənfi diskriminant böl 4 ilə tapırsınız. Ən kiçik qiymət y0-dırsa, y0-dan getməlidir bu müsbət sonsuzluğa. Əgər A mənfidirsə, deməli, qollar aşağıdır. Bax, fikir verin, qollar aşağıdır. Bu zaman onun ən böyük qiyməti var. Həmin y0 onun ən böyük qiyməti olur. Oradan başlayır aşağı düşməyə. Ona görə də y0-dan gedir sola, yəni mənfiyə doğru. Və mənfi sonsuzluq y0 alınır. Və A sıfırdan kiçikdirsə, nəyi var bunun? Ən böyük qiyməti var. Bu qaydaları bu formada başa düşərək yadda saxlayın. Qətiyyən bunu əzbərləməyin. Əzbərləsəz, uzağı 1-2 həftədən sonra yaddan çıxır. Başa düşərək yadda saxlayın. Sonra keçək. 6-cı qayda. 6-cı qayda belədir ki, diskriminant sıfırdan böyük olsa, diskriminant sıfıra bərabər olsa və diskriminant sıfırdan kiçik olsa, kvadratik funksiyada nə baş verir? Gəlin bir qrafik çəkək. Tutaq ki, kvadratik funksiyanın qrafiki verilib bu formada. Fikir verin, x oxunu 2 hissədə kəsir. Kəsdiyi nöqtələrə biz deyirik x1 və x2. Deməli, biz bunu kvadrat tənliklərdə demişdik. Kvadrat tənliklərdə demişdik ki, diskriminant sıfırdan böyük olsa, kvadrat tənliyin 2 müxtəlif həqiqi kökü var. 2 müxtəlif həqiqi kökü var. Baxın, burada da eyni formada yadda saxlayırsınız. Diskriminant sıfırdan böyükdürsə, şəkil olur bu formada. Və ya bunun tam tərsi, yəni belə də ola bilər. Yəni, x oxunu harda kəsir? Yəni, neçə nöqtədə kəsir? 2 nöqtədə. Deməli, diskriminant sıfırdan böyük olanda 2 nöqtədə kəsir. 2 nöqtədə kəsir. Sonra ikinci, diskriminant mənfi olsa, diskriminant sıfıra bərabər olsa, yadda saxlayın, diskriminant sıfırdırsa, onda funksiyanın qrafiki x oxuna toxunur. Yəni, ya bu formada olmalıdır, baxın, belə, yəni üzü yuxarı toxunur, ya da aşağıya doğru, belə ola bilər. Yəni, toxunmalıdır. Bir nöqtə yazaq bura. Əgər diskriminant mənfi olsa, biz kvadrat tənliklərdə demişdik ki, diskriminant mənfi olsa, həqiqi kökləri yoxdur. Burada da elə. Diskriminant mənfidirsə, o zaman funksiyanın qrafiki x oxuna toxunmamalıdır. Yəni, ya bu formada olmalıdır, ya da aşağıya doğru. Yəni, bu formada ola bilməz. Deyərsiniz ki, bu da toxunmur. Parabolanın qolları yuxarı olduğu üçün nə vaxtsa bu toxunmalıdır. Yəni, bu formada ola bilməz. Deməli, diskriminant mənfidirsə, x oxuna toxunmur. Bunları qayda kimi yadda saxlayırsınız. Sonra keçək 7-ci qaydaya, 7-ci xassəyə keçək. Əgər a sıfırdan böyük olarsa və diskriminant mənfi olarsa, kvadratik funksiya həmişə müsbətdir. Həmişə müsbətdir.
Hətta yuxarıda bunu göstərmişəm. Baxırıq bu şəklə. Burada A sıfırdan böyükdür, çünki qollar yuxarıdır. Diskriminant mənfidir, çünki x oxuna toxunmur. Yəni qrafikə baxıb bunları bir-bir görmək olar. Fikir verin, funksiya x-a toxunmur, yəni 0 almır, x-dan aşağı keçmir, yəni mənfi də almır. Bu həmişə nədir? Həmişə müsbətdir. 7-ci xassə bundan ibarətdir. İndi keçək 8-ə. 8-də də buna oxşar xassədir. Deyir ki, əgər A sıfırdan kiçik, diskriminant da sıfırdan kiçik olsa, o zaman həmişə mənfi olacaq. Eyni bu şəkil. A sıfırdan kiçikdir. Nəyə görə? Çünki qollar aşağıdır. Diskriminant mənfidir, ona görə ki, x oxunu kəsmir. Bu iki xassəni görsəz, deməli kvadratik funksiya həmişə mənfi qiymətlər alır. Hətta bu suallar kvadrat tənliklərdə də var idi. Deyirdi ki, bu kvadrat tənlik həmişə müsbət qiymətlər alsın. Yəni belə suallar ola bilər. Həmişə müsbət, həmişə mənfi deyirsə, bu qaydaları yadda saxlayırsınız. Hər ikisində diskriminant mənfi olmalıdır. Müsbət deyirsə, qollar yuxarı, yəni A sıfırdan böyük. Mənfi deyirsə, qollar aşağı, yəni A sıfırdan kiçik olmalıdır. Baxın belə. İndi keçək növbəti qaydamıza. Mən bu qaydalara bir ulduz qoyuram. Çünki çox istifadə olunur. 2 dənə gözəl düsturumuz var. Biz demişdik ki, kvadrat tənlik, kvadrat funksiya ümumi şəkildə belə yazılır. Y bərabər ax kvadrat üstəgəl bx üstəgəl c. Yadda saxlayın, həmişə bu yazılışdan istifadə olunmur. Bəzən biz bunun kvadrat funksiyanın bu formada yazılışından istifadə edirik. Y bərabər a vur x çıx x0-ın kvadratı üstəgəl y0. Biz buna deyirik təpə nöqtələrlə bağlı düstur. Təpə nöqtələrlə bağlı düstur. Yəni ümumi yazılış. Yəni sizə misal verilsə, gördünüz ki, həmin misalda funksiyanın təpə nöqtələri verilib, kvadratik funksiyanın təpə nöqtələri verilib, onda istifadə etməlisiniz bu düsturdan. X0-a biz demişik təpə nöqtəsinin x-i, y0-a da təpə nöqtəsinin y-i demişik. Yox əgər başqa formada verilsə, indi onu da göstərəcəm. O zaman y bərabər a vur x çıx x1 x çıx x2. Bu düsturdan istifadə olunur. Nə zaman bu düsturdan istifadə edirik? Köklər verilsə. İndi hər ikisini göstərəcəm. Şəkil necə ola bilər? Baxın, birinci şəkil, yəni birinci nə zaman istifadə oluna bilər? Təpə nöqtələr verilsə dedik. Yəni şəkil bu formada verilsə, fikir verin. Buna biz demişik təpə nöqtənin x-i, buna da təpə nöqtənin y-i. Şəkil bu formada verilsə, yəni yuxarıda da ola bilər, digər rüblərdə də ola bilər, fərqi yoxdur. Təpə nöqtənin koordinatları verilərsə, istifadə edirik, baxın bu düsturdan. Yox, əgər, indi onu da göstərim. Əgər belə verilsə, təpə nöqtələrini verməyib, bizə verib, məsələn, bunu verib -3, bunu da verib 2. Bizə nələri verib? Bizə verib x oxunu kəsdiyi nöqtənin qiymətlərini, yəni x1 ilə x2-ni. Biz o zaman istifadə edirik ikinci qaydadan. Y bərabər a vur x çıx x1 x çıx x2 yazılışından, düsturundan
istifadə edirik. Baxın belə. Mövzu izahı bu qədərdir. Demək olar ki, hər şeyi dedim. Hər şeyi dedim. İndi test toplusunda, yeni test toplusunda bəzi suallar var. İndi onları göstərim sizə. Aha, baxırıq test toplusunda 24-cü suala. Deyir ki, fx bərabərdir ax kvadrat üstəgəl bx üstəgəl c funksiyasının qrafiki verilmişdir. Münasibətlərdən hansı doğrudur? Fikir verin, böyükdür, kiçikdir işarələri var. Sonra B variantında diskriminant bərabər 0 yazıb. Deməli, bu müqayisəyə aiddir. Yəni, işarələrlə bağlıdır. Gəlin, sağ tərəfdən birinci işarələri yazaq. Qollar aşağı olduğu üçün demişdik ki, A nə olmalıdır? A olmalıdır sıfırdan kiçik. Daha sonra Y oxunu kəsdiyi nöqtəyə baxırdıq. Soldan sağa doğru gedəndə qrafik yuxarı qalxırsa, B nədir? B müsbətdir. Sonra Y oxunu kəsdiyi nöqtəyə biz demişdik sərbəst sədd, aşağıda kəsərsə C nə olurdu? C olurdu mənfi. Deməli, C mənfi oldu, B müsbət oldu, A mənfi oldu. İndi gəlin bir-bir variantlara baxaq. A variantında deyir ki, A vur C, A mənfidir, C mənfidir, B də müsbətdir. Deyir ki, A-nı C-yə vurub B-yə böləndə sıfırdan böyük alınır. Elə düzdür. Cavab oldu A variantı. Gəlin digərlərinə də baxaq. B-yə baxaq. B-də deyir ki, B kvadrat çıx 4AC sıfırdır. Yəni, diskriminant sıfıra bərabərdir. Biz nə zaman demişdik ki, diskriminant sıfır olur? X oxuna toxunsa. X oxuna toxunsa diskriminant sıfır olur. Çünki bir dənə kök olur. Əgər X oxunu kəsirsə, fikir verin, 2 dənə kök var burada. 2 dənə kök varsa, diskriminant burada sıfırdan böyükdür. Yox, toxunmasaydı ümumiyyətlə, o zaman diskriminant sıfırdan kiçik olmalıdır. B variantı yanlışdır. Keçdik C-yə. Yenə işarələrlə bağlıdır. A mənfi, sonra C mənfi, B müsbət olduğu üçün fikir verin, özünüz qiymət verib bunu tapa bilərsiniz. Məsələn, A-ya deyirəm mənfi 1, B olsun müsbət. B-yə dedim 2. Qabağında mənfi var, mənfi olur. C də mənfi olsun, o da olsun mənfi 3. Cavab nə olmalıdır? Mənfi 6. Yəni, bu ifadənin cavabı həmişə mənfi olmalıdır. Heç vaxt 0 ola bilməz. D variantı. C-ni A-ya böləndə deyir ki, mənfi alınır. C də mənfidir, A da mənfi. Bir-birinə böləndə müsbət alınmalıdır. D də yanlışdır. E variantı. B-ni A-ya böləndə müsbət alınır deyir. B müsbətdir, A mənfi. Bir-birinə böləndə mənfi alınmalıdır. Deməli, E variantı da yanlışdır. Düzgün cavab oldu A variantı. Keçək növbəti. Baxırıq 17-ci suala. Deyir ki, funksiyasının qiymətlər çoxluğunu tap. Bayaq izah etdim qaydanı. Əgər qiymətlər çoxluğunu tapanda, əgər A sıfırdan böyükdürsə, dedik ki, bunun bu qrafiyin qolları yuxarıdır. Qolları yuxarıdırsa, təpə nöqtəsi aşağıda yerləşir. Yəni, bunun ən kiçik qiyməti var. Ən kiçik qiymət var. Ən kiçik qiymət varsa, ən kiçik qiymətdən bu qalxmalıdır yuxarıya. Yəni, müsbət sonsuzluğa doğru. Və yazmışdıq bu formada. Y sıfırı alır, ən kiçik qiymət budur. Buradan qalxır yuxarıya. Yəni, müsbət sonsuzluğa. Bax, bizə lazımdır bu. Çünki x kvadratın əmsalı 1-dir, müsbət. İndi gəlin y0-ı tapaq. Y0-ın düsturu. Təpə nöqtəsinin y2-nin düsturu. Mənfi diskriminant böl 4A. Yəni 4AC çıx B kvadrat böl 4A. Qiymətləri yerinə yazaq. 4 vur. Fikir verin, A-nın qiyməti 1-dir. C 2-dir. B 2-dir. C də 19-dur. 4 vur 1 vur 19. 19. Çıx B-nin kvadratı 2-nin kvadratı.
Böl 4 vur A. Yəni 1. Məxrəcimiz olur 4. Sürətdə alınır. Deməli 76 çıx 2-nin kvadratı 4-dür. 76-dan 4 çıxanda 72. 4-ə böləndə alınır 18. Cavab olur 18-dən, bax fikir verin, buraya yazırıq 18. Cavabımız olur 18-dən müsbət sonsuzluğa, yəni C variantı. Bax, bu formada yazmaq olar. Bunun digər bir yazılış forması da var. Onu da göstərim sizə. Deməli, funksiya necə idi? X kvadrat üstəgəl 2x, x kvadrat üstəgəl 2x üstəgəl 19. Biz bunu təpə nöqtələrlə bağlı düstura uyğunlaşdırıb yenə qiymətlər çoxluğunu tapa bilərik. Hətta bundan istifadə olunurdu kvadrat tənliklərdə. Çox istifadə olunurdu. Tam kvadrata gətirib ən kiçik, ən böyük qiymətini tapırdıq. Bax, fikirləşirik. X kvadrat var. 2x var. Üstəgəl nə yazsam cəmin kvadratı alınır? 1 yazsam. Elə bil ki 19-un əvəzinə yazıram 1 üstəgəl 18. Bax, bu isə cəmin kvadratını verir. Yəni x üstəgəl 1-in kvadratını verir. Bir də üstəgəl 18. Belə yazandan sonra fikirləşirəm ki, y-in yazılış forması vardı təpə nöqtələrlə bağlı. Belə yazılırdı. Y bərabər A vur mötərizədə x çıx x0-ın kvadratı üstəgəl y0. Aha. Bax, buradan görünür ki, y0 nəyə bərabərdir? Y0 18-ə bərabərdir. Y0 bərabər 18. Sonra fikirləşirəm ki, A bizdə müsbət olduğu üçün, A da fikir verin 1-dir də, burada 1 yazıb. A da müsbət olduğu üçün qollar yuxarıdır. Ən kiçik qiymət 18-dir və 18-dən bu getməlidir müsbət sonsuzluğa və cavabı alırıq 18 müsbət sonsuzluq. Yəni bu formada da yazmaq mümkündür. Məncə ikinci forma daha asandır. Amma birinci formanı, yəni düsturu da yadda saxlayırsınız. Keçək növbəti sual. Baxırıq 15-ci suala. Deyir ki, şəkildə verilmiş parabola hansı funksiyanın qrafikidir? Birinci baxırıq cavablara. Fikir verin, cavablarda ancaq hansı düstura oxşuyur? Təpə nöqtələrlə bağlı düstura. Yəni nəyinsə kvadratı var, bir də üstəgəl çıx hər hansı bir ədədi verib. Deməli biz yazmalıyıq təpə nöqtənin koordinatları ilə bağlı düsturla. Lap şəkilə baxanda fikir verin, təpə nöqtəsi buradır. Təpə nöqtənin nəyini verib? X-ını verib, x0-ını verib 2-dir. Y0-ını verib, o da -3-dür. Deməli biz getməliyik birinci yazdığım düsturla. Düsturu yazaq buradan. Y bərabərdir. A vur x çıx x0 üstəgəl y0. Bax, düsturumuz belə idi. Bir də kvadrat var üstündə. Düsturumuz bu formadadır. İndi bizə verilənlər nədir? Bizə verilənlər x0-ın 2 olduğu verilib, y0-ın -3 olduğu verilib. İkisini də yerinə yazmalıyıq. Geriyə nə qalır? Geriyə qalır A. Gəlin yazaq qiymətləri. Y bərabər A vur x çıx x0-ımız 2-dir. 2-nin kvadratı üstəgəl y0-ımız -3-dür, yəni çıx -3 olur. Yəni çıx 3 olur. Çıx 3. Aha, baxırıq variantlara. Deməli B variantı, D variantı cavab ola bilər. Baxın, bu ikisindən biridir. Geriyə nə qaldı? Geriyə qalır A-nı tapmaq. A-nı tapmaq üçün bizə bir nöqtə verib. Bax, fikir verin. Y oxunu kəsdiyi nöqtə verilib. Gəlin bu nöqtənin koordinatlarını yazaq. Baxın, bu nöqtənin koordinatları x-i 0-dır. Çünki x oxunu kəsəndə y0 olur. Y oxunu kəsəndə x0 olurdu. Və y-də -1-dir. Yəni x-in yerinə 0, y-in yerinə -1 yazaraq biz bu ifadədə
A-nı tapa bilərik. Tapandan sonra yerinə qoyub cavabı ala bilərik. Y-in yerinə yazıram -1 bərabər A vur. X-in yerinə yazıram 0. 0 çıx 2-nin kvadratı. Çıx 3. Aha. -1 bərabərdir. A vur. 0'ı atırıq. -2'nin kvadratı 4'dür. Çıx 3. -3'ü atıram -1'in yanına. 3 çıx 1 alınır. Yəni 2 bərabərdir 4A'ya. A bərabər 2 böl 4. İxtisar edib alırıq 2'də 1'i. Deməli A bizdə 2'də 1'dir. Düzgün cavab oldu D variantı. Yəni aparıb bunu yuxarıda yerinə yazırıq. Alınır Y bərabər 2'də 1. X çıx 2'nin kvadratı çıx 3. Baxın belə. Yəni qrafik verilibsə ilk əvvəl onun formasına baxmalıyıq. Formasına baxdıq. Təpə nöqtələrlə bağlı düsturdan istifadə etməliyik burada. Çünki təpə nöqtələri verilib. Yəni bu qədər sadə, heç bir çətinlik yoxdur. Keçək növbəti suala. Aha, baxırıq 28-ci suala. Bayaqki suala oxşar sualdır. Deyir ki, parabola hansı funksiyanın qrafikidir? Sual eynidir. Amma qrafik biraz fərqli. Yuxarıda yazdığımız misalda qrafikə baxanda görmüşdük ki, bizə təpə nöqtənin koordinatları verilmişdi. Burada təpə nöqtənin koordinatları verilməyib. Fikir verin. Burada bizə verilənlər X oxunu kəsdiyi nöqtələrin qiymətləridir. Biz bunlara deyirik X1 və X2. Və yuxarıda bir nöqtə verib. Bu nöqtənin koordinatları da Y oxu üzərində olduğu üçün X0'dır, Y2-də 3'dür. Belə bir qrafik verilib. Fikirləşirik ki, bizə köklər verilibsə, biz istifadə etməliyik ikinci yazdığım düsturla. Yəni, köklərlə bağlı kvadratik funksiyanın ümumi şəkildə yazılışından istifadə etməliyik. Yəni, Y bərabərdir A vur X çıx X1 X çıx X2 düsturundan istifadə edirik. X1 və X2 bizə verilib. Sonra gətirib bunları yerinə yazaq. Y bərabər A vur. X1 -1'dir. -1'i çıxanda toplamı olur. Yəni X üstə gəl 1. İkinci də 2'dir. X2'miz. Olur X çıx 2. Yəni X üstə gəl 1 vur X çıx 2 olmalıdır. Düzgün cavab A, B və D variantı ola bilər. Fikir verin. A, B və D-də eyni ifadələr verilib. Aha. Geriyə qaldı nə? A-nın qiyməti. A-nın qiymətini tapmaq üçün yenə baxıram bu nöqtəyə. 0,3 nöqtəsinə. Deyir ki, X-in yerinə 0 yazanda Y-in qiyməti 3 alınmalıdır. Gətirib qiymətləri yazaq. Y-ə deyirəm 3 bərabərdir. A vur. X-a 0 deyəndə ümumiyyətlə bunları yazmayaq. Geriyə qalır 1 və -2. 3 bərabər olur -2A-ya. A da bərabər olur -3 böl 2-yə. A-nın qiymətini də tapdıq. Deməli, bizim əmsalımız -2-də 3'dür. Onda düzgün cavab oldu. Hansı variant? B variant. B variantı düzgün cavabdır. Baxın belə. Gəldik mövzunun sonuna. Çalışdığım qədər bütün düsturlar haqqında məlumat verdim. Və 4 dənə misal göstərdim. Növbəti izahım test izahı olacaq. Həmin bu mövzunun izahını verəcəm. Geniş izahdır. Ola bilsin ki, bir neçə videoda bunu izah etdim. Yaxşı, sağ olun, salamat qalın.